Evvela salam mənim xalqım. Mən yenə də qadirlərə, şəhidlərə aid ikinci videomu çəkirəm. Görürəm ki, heç bir reaksiya yoxdur. Deməli, şəhidləri, qadirləri təhqir edən və məni təhqir edən qonşum üstümə hücum çəkərək, məni döyərək, məni təhqir edərək. Mən də bir qazi atasıyam. Sizə müraciət edirəm, ay xalqım. Deməli, mən verdim həmin adamın polisə. Samsun rayonu 12-ci polis bölməsində. Deməli, kimi söyürsən, kimi təhqir edirsən, ancaq cərimədir. Deməli, şəhidləri, qaziləri təhqir edə bilərsən, cəriməsi 50 manat, 100 manatdır. Ondan artıq deyil. 12-ci polis bölməsinin əməkdaşları şəhid və qaziləri söydüyünə görə qonşunu 50 manat cərimə eləyərək buraxdı. Dedi ki, qanun belədir, qanunda var ki, söyüş və təhqir, şərəf və ləyaqin alçalmasına görə cərimə 50 manatdır. Üzümü sizə tuturam, mənim xalqım. Bəyəm, vətən uğrunda canını qoyanlar qiyməti 50 manatdır. Əgər Allah şəhidlərimizə qəlbən rəhmət eləsin, şəhidlərimiz olmasaydı, qazilərimiz vətən uğrunda vuruşmasaydılar, indi bilirsiniz də ermənilər harada idi. Mən burada müraciət edirəm Daxili İşlər Nazirliyinə, vilayət evaz ocaqlarına, vilayət müəllim. Samsun rayonu 12-ci polis bölməsində öz başına baş alıb gedir. İnsanlar söyüş, təhqir edir. Düzdəmin söyüncü mən burada deyə bilmərəm, burada milyonlarla insan baxacaq. Mən özümü hörmət edirəm, ona görə söymək, onun dediklərini deyə bilmirəm. Samsun 12-ci polis bölməsində qonşum deyir ki, mən baxçıyam, mən beləyəm, mən qoçuyam. Eşim mən qabamda deyənə bilməz. Kimi isə söyür, bayrağımızı təhqir eləyir. Mənim evimdə asılıbdır Azərbaycanın bayrağı və Türkiyənin bayrağı. Təhqir eləyir, mənim gücüm çatmır. Hətta mən davaya düşdüm, döydülər məni. Yenə 12-ci polis bölməsinin polisi həmin şəxsi cərimə eləyərək evinə buraxdı. Mən müraciət elədim ki, bəs şərəf və ləyaqin alçalmasının, şəhidlərimizin, qazilərimizin təhqir olunması, Azərbaycan bayrağının təhqir edilməsi nə yerdə qaldı? Dedi ki, qanundan 50 manat cərimədir. Mən müraciət elədim ki, göndər məhkəməyə. Dedim, mən məhkəməyə göndərə bilmərəm. Başa düşmədim. Ey mənim gözəl xalqım, ey mənim qazilərim, ey mənim şəhidlərim, Allah sizə rəhmət eləsin. Budurmu Azərbaycan xalqı? Sizə sual verirəm, budurmu qanun? Azərbaycanda belə mi qanun işləyir? Kim istəsən söyə bilərsən, təhqir edə bilərsən, şərəf və ləyaqətini alçalda bilərsən, Azərbaycan Respublikasının bayrağını təhqir edə bilərsən, cəriməsi 50 manat olar. Birinə bir şillə vurursan, o saat aparırlar məhkəməyə. Mən başa düşmürəm, bu nə qanundur, bu necə qanundur? Xahiş edirəm, mənim bu videomu paylaşın, qoy hamı görsün, həmin şəxs Azərbaycan Respublikasının bayrağını təhqir edən, şəhidlərimizi və qazilərimizi təhqir edən insan Sabunçu Kənkərli 37-də yaşayan, köhnə hamamın yaxınlığını deyirlər, köhnə məscidin yaxınlığını deyirlər, Sabunçu qəsəbəsində. Orada yaşayır. Yəni 50 manatını, 100 manatını verdi, gəldi, oturdu, indi də qəhqəhə çəkib gülür. Mənim müraciət etməkdə səbəbim odur ki, mən bunu götürə bilmirəm. Mən özüm də qazi atasıyam. Mən necə eləyim, tək bacarmıram. Bir şey də deyirəm,
üstümə cumub deyirlər. Deyir, mən boksyoram, mən nə bilim, dünya çempionuyam və s. ilə axır. Xahiş edirəm sizdən, ey mənim xalqım, səsimə səs verin, mənə dəstək olun. Bunu bir axıra çıxaq. Gəlin, kömək eləyin mənə. Sizdən xahiş edirəm. Sizə yalvarıram. Sizin dəstəyinizə, sizin köməyinizə ehtiyacım var. Tezliklə bir reaksiya verəcəyinizi gözləyirəm. Diqqətinizə görə çox sağ olun.